İsmayıllı rayonunun en gözəl kəndlərindən biri olan İvanovka kəndində yerləşən İvanovka Agropark ASC-nin fəaliyyəti həm bölgə, həm də ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Bu uğurlu fəaliyyətin arxasında isə peşəkar idarəçiliyi, zəhmətkeşliyi və məsuliyyət hissi ilə seçilən direktor Ramin Əlifov dayanır. Ramin Əlifov öz bilik və bacarıqları ilə aqrar sahədə müasir idarə etmə metodlarını tətbiq etməklə yanaşı, kənd təsərrüfatının inkişafına böyük töhfələr verir. Onun rəhbərliyi ilə İvanovka Agropark ASC-də yeni texnologiyalar tətbiq olunur, məhsuldarlıq artır, kənd təsərrüfatı məhsullarının keyfiyyəti yüksəldilir. Bu isə həm yerli əhalinin məşğulluğuna, həm də regionun sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Əməksevərliyi, dürüstlüyü və səmimiyyəti ilə tanınan Ramin Əlifov kollektiv arasında böyük hörmət qazanmışdır. O, işçilərin qayğısına qalır, gənclərin bu sahəyə marağının artmasına xüsusi diqqət yetirir. Agroparkda yaradılan şərait, müasir infrastruktur və sistemli idarə etmə məhz onun uğurlu rəhbərliyinin bariz nümunəsidir. Ramin Əlifovun gördüyü işlər nəticəsində İvanovka Agropark ASC bugün kənd təsərrüfatı sektorunda nümunəvi müəssisələrdən birinə çevrilmişdir. Onun məqsədyönlü fəaliyyəti, vətənə və torpağa olan bağlılığı həm İsmayıllı rayonu, həm də ümumilikdə Azərbaycan üçün böyük dəyər daşıyır. Nəticə olaraq Ramin Əlifov öz peşəkarlığı, təşkilatçılıq bacarığı və fədakar əməyi ilə kənd təsərrüfatı sahəsində örnək rəhbərlərdən biridir. Onun fəaliyyəti həm kollektiv, həm də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Ramin Əlifova təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik.